Xanım Zeynəbin silahı onun qadınlığı idi, qılıncdan kəsərli silah idi. Qadın məntiqlə danışanda, emosiya ilə danışanda çox işlər görə bilir. Xanım Zeynəb olmasaydı, heç bir kişi İmam Səccadı qoruya bilməzdi. Neçə 3 yerdə ən azı var ki, özünü atır İmam Səccadın üstünə, deyir, qoymaram, onu öldürmək istəyirlər. Qoymaram, onu öldürəsiz. Biri deyir, onda İbn Ziyad deyir, Zeynəbi də öldürəcəm, yanındakiler deyir, qadına əl qaldırırsan. Yenə də yadlarına düşür ki, bunlarda pis bir şeydir bu. Xanım Zeynəbin qadınlığı idi ki, İmam Səccadı diri saxladı, qorudu. Qadınlara xas müdafiə metodudur o. Orada kişi qılıncla İmam Səccadı qoruya bilməzdi. Ümumiyyətlə, dinin qəribə bir məntiqi var qadınla bağlı. Dinin məntiqinə görə qadının rolu ictimai proseslərdə pərdə arxasıdır, amma kişidən artıqdır. Qadının rolu belədir. Allah qadına bizim təsəvvür elədiyimizdən böyük rol ayırıb tarixdə. Qadının işinin birbaşa ictimai təzahürü yoxdur. Qadın həmişə gizli qalır, amma ictimai prosesə təsiri qat-qat kişidən çoxdur. Çünki qadın kişini formalaşdırır, övlad formalaşdırır və həyat yoldaşına misilsiz təsir göstərə bilir. Qadının rolu tarixdə pərdə arxası roldur. Allah onu vitrinə qoymur ki, baxın, bu filan işləri gördü. Kərbəla şəhidləri məqam sahibi idi. Amma hamısı tanındılar. İndi bir-bir onlara salam verir. Hamısının adı tarixdə var. Amma o qadınlar vardı pərdə arxasında. Xeyli işlər gördülər. Onların heç biri tanınmır. Onların adı tarixdə gizlidir. Xanım Zeynəb hələ bu qədər ictimai fəaliyyəti də oldu. Qabarıq da oldu, ictimai fəaliyyəti də oldu, çıxışlar oldu. Onunla belə yenə də qəribdir. Onu tərif eləyəndə deyirik ki, İmam Hüseynin işini çatdırdı, hələ bu boyda rolu ilə. O da xanım Zeynəbin qəribliyinin əlamətidir. Bir baxımla baxanda İmam Hüseyn müqəddimə hazırladı Həzrəti Zeynəbin işinə. Gəlin, biz bir dəfə də belə eynə ilə baxaq. İmam Hüseyn müqəddimə hazırladı ki, Həzrəti Zeynəb iş görsün. Özdə bu işdə ona qadınlığı kömək eləyir. Qadınlığı kömək eləyir. Bilirsiniz necə? Qəhrəmanlığa, igidliyə qadın emosiyası qarışır və qəribə bir təsir buraxır cəmiyyətdə. Sanki yox, Allah onu məhz o iş üçün seçmişdi. Bilirsiniz, bir cəmiyyətin qabağında sinəsinə dağ çəkilmiş qadın izzətlə danışırsa, həm də emosional danışırsa, bu sözün təsiri hansısa kişinin sözünün təsirindən qat-qat artıqdır.